Buraxılış imtahanı nömrə 23. 1. Düzdür? Düzdür desəz də inanmaram. Gəlin baxaq uşaqlara. Buradakı müsbət 4-ün əvəzinə yazmaq olar -4 i-nin kvadratı. Z üstəgənsin 2i. Sonra müsbət 16-nın əvəzinə yazmaq olar -16 i-nin kvadratı. Bölünsün z plus 4i. Bərabərdir 18 üstəgənsin 2i. İndi uşaqlar, z kvadrat çıxılsın 4i kvadratını müxtəsər vurma düsturuna görə necə açmaq olar? Z çıx 2i, z üstəgəl 2. Z üstəgəl 2 ilər gedəcək. Qalır z çıxılsın 2i. Sonra burada da z çıx 4i, z üstəgəl 4 ilər gedəcək. Z üstəgəlsin, z çıxılsın 4i. Üstümə qışqırma. Bərabərdir 18 üstəgəlsin 2i. İndi burada 2 dənə z var. Yazıram 2 dənə z bərabərdir. -2i, -4i, -6i. Keçdi bu bir tərəfə. Oldu 8i. 18 üstəgənsin 8i. Hamısını da 2-yə böldüm. Z bərabər oldu. 9 toplansın 4i. Məndən də istəyir həqiqi hissəsini. Cavabımız oldu 9. Hansı bənd? B bəndi. Aydındır. Allah imtihanına saxlasın. Nə deyim? 2. Düzdür mü aşağılar? 2 hamı da düzdür. 3 hamı da düzdür. 2 müstəvi fiquru eyni bölüşüşdədirsə, sahələri bərabərdir. Amma 2 fəza fiquru eyni bölüşüşdədirsə, o zaman həcmləri bərabərdir. 4 düz yazmışıq mı? 5 düz yazmışıq mı? 6. 6. Qulaq asın görüm. Neçə dənə nöqtə var burada? Bir sakitləşin görüm. 6 dənə nöqtənin neçəsi çevrə üzərində, ikisi çevrə üzərindədir. Yəni ikisi çevrəyə aiddir. Qalan 4 dənəsi aid deyil. Bunu yazdım. İndi deyir ki, 2 dənə nöqtə seçmişəm, biri çevrəyə aid olsun. Baxın, 2 dənəsini seçmişəm, biri çevrəyə aiddir. Onda qalan bir dənəsi aid deyil. Onda 2 dənəsini seçdim, biri aiddir, biri aid deyil. Zaten bu şaxəni qurandan sonra bilirik ki, testin 95% həll olunur. Qalır bir dənə hesablama hissəsi. Məxrəcə nə yazırdıq? Kombinzon 6-dan 2. Yuxarı nə yazırdıq? 2-dən 1 vurulsun, 4-dən 1. Hesablasaz cavab olacaq. Səhv eləmirəmsə 15-də 8. Aydındır? Tamam. 7 düzdür aşağılar. Hamıda. 8 düzdür aşağılar. 9 düzdür aşağılar. 9'u yazmamsan. Gəlin baxaq. 9-un sualda. Burada 0.5 görürəm. İstəmirəm ki 0.5 olsun. Bunu 2'də 1 kimi düşünüb, hər iki tərəfini gəlin 2'yə vuraq. Buranı da 2'yə vuraq. Onda 2 dənə PN bərabər oldu nəyə? MN-ə. Uşaqlar, bu şəkildə K-ya keçsəm, ya da belə deyim, MN hal-hazırda özündə 2 dənə radius saxlayır da, MN diametr daxı. MN 2 radiusdursa, onda yazıram 2PN bərabərdir 2 dənə radius. Onda PN nəyə bərabər oldu? Radiusa. PN-ə radius yazdım. Həmçinin PO da nədir uşaqlar? Radiusdur. PO en üç bucağına baxın. Bərabər tərəflidir. Onda hər bir daxili bucağı 60 dərəcədir. Yazdım hər birini 60 dərəcə. Daxili 60-dırsa, onda bunun qonşusu olacaq 120. Məndən də bucaq MOP-ni istəyir. Cavabımız oldu 120 dərəcə. Çatdı? Tamam. 10 düzdür mü hamıda? 11 düzdür mü hamıda? 12 düzdür mü hamıda? 11 də düzdür. 12. 12. Düzdür desəz də inanmaram aşağılar. Qulaq asın. Deməli 720 dərəcəni biz həmişə ata bilərik deyə bir cümlə qururdum sizə. 2 dənə 360. 720-ni atdım. Qaldı nə? Kosinus -2x bərabərdir -0.5, yəni -2-də 1. Sonra uşaqlar, kosinus necə funksiyadır? Cüt. Cütdür deyə bu daxilindəki mənfini müsbətə çevirirdi. Kosinus 2x bərabər oldu -2-də 1.
Daha sonra uşaqlar yazmalısınız ki 2x bərabərdir plus minus. Kosinus mənfi ədədə bərabər olanda pi-dən çıxırdınız. Mənfidirsə pi-dən çıxırsınız. 2də 1 harda alır? Pi bölünsün 3-də. Üstə gəlinsin dövrü, koysun dövrü 2pi-k'dır. Bu da 2x bərabərdir plus minus. Pi-dən pi bölü 3 çıxanda nə qaldı? 2pi bölü 3. Üstə gəlinsin 2pi-k. Bölün hamısını 2-yə uşaqlar. X bərabərdir plus minus. Pi bölünsün 3 üstə gələk. Pi-k. Axtar, tap, yapışdır. Cavabımız oldu D variantı. 13. Baxaq maşallar. Tamam. Deməli deyir ki, y bərabərdir kx üstəgəl b düz xətti A və B nöqtələrindən keçdiyi məlumdursa. Baxın, bu nöqtələrdən keçir. Onda mən bu nöqtələrin hər birini gətirib burada yerinə qoyuram. Xatırlayırsınızsa, tənliklər sistemi qururduq. Oradan k-nı, b-ni tapırdıq. Sonra da işarəsini deyəcək. İndi yerinə qoysam, x-in yerinə 0, y-in yerinə 2 qoyuram. 2 bərabərdir. K vur 0, üstə gəlsin b. İkincisi üçün nə yazacam? Mənfi 1 bərabərdir. K vurulsun 7, yəni 7k, üstə gəlsin b. Uşaqlar, birincisindən b-nin 2 olduğu məncə görünür. Bu 2-ni gətirib ikincidə yerinə qoysam, mənfi 1 bərabərdir. 7k üstə gəlinsin 2. 7k bərabər oldu mənfi 3-ə. K-nı tapdım aşağılar, mənfi 7-də 3. İndi işarəsini soruşur. Nəyi necə tapdım? K-nı nə tapdım? K-nı mənfi, K kiçikdir 0. B-ni də müsbət, B böyükdür 0. Cavabımız da oldu C bəndi. Çətin bir şey varmı? Sadəcə yerinə qoyub tənliklər sistemini həll edirsiniz. Yaxşı. Davam edirik. Sonra 14-15. 14. Uşaqlar, ödəməyəni istəyir məndən. Baxın, ödəyən əgər böyükdür 0-dırsa, ödəyən böyük 0-dırsa, ödəməyən bunun əksidir. Böyük 0-ın əksi nədir? Kiçik bərabərdir. Ona görə nə yazmalıyam? 2x kvadrat çıxılsın 7x üstə gəlsin 5, kiçikdir, bərabərdir 0. İndi bunu vuruqlarını ayıraq. Köməkliyin ayıraq. 2x çıx 1 ilə 2x çıxılsın 5. Kiçikdir, bərabərdir 0. Hə, düzdürsən, x çıx 1-də. X çıxılsın 1-dir. İndi sıfırlarını deyin görün mənə. Biri 1-dir, ala bilər. Biri də 2/5-dir, bunu da ala bilər. Ayırırdıq intervallara. 2/5-dən böyük bir ədəd. Müsbət, mənfi, müsbət. Bizə mənfi aralıqlar lazımdır. Cavabımız oldu 1-dən 2/5-ə qədər hər birində ala bilir. İndi bu aralıqda olan tam həllərin cəmi məndən istənilir. 1 üstə gəlsin 2. Hidayətə halaldır, çox sürətli topladı. Cəmat hələ beynində hesablayırdı. Bu uşaq. Tamam, davam edək. 15 düz yazmışıq. 15 düz yazmışıq. 16 düz yazmışıq. 16-nı deyirəm aşağılar. Düzdür. 17. 17. 17-yə baxaq. Deyir ki, ədədi silsiləsində müsbət hədlərin cəmini tapın. Uşaqlar, müsbət hədlərin deyir. Gəlin görək. Bu ədədi silsilənin neçə dənə müsbət həddi var? Neçə dənə müsbət həddi var? Yəni, AN görək neçədən başlayaraq müsbət olur? Deməli, AN açılışını deyin mənə. A1 üstəgəl N çıx 1 vurulsun D. Böyükdür 0. A1-in yerinə 41 qoyuram. D-nin yerinə mənfi 4 qoyuram. Çünki 4 azalır. 4 azalırsa, demək ki, D-miz mənfi 4-dür. N çıxılsın 1, vurulsun mənfi 4, böyükdür 0. Vurub atsam, 41 çıxaq 4-in üstə gəlsin 4, böyükdür 0. Mənfi 4-in böyük oldu mənfi 45-dən. N də kiçik oldu aşağılar, 11/25. 11/25-dən kiçik neçə dənə hədd var sizdə? 11 dənə. Demək ki, mən nəyi tapmalıyam onda? S11-i tapmalıyam. S11-in açılışı A1D-yə görə 2A1 üstə gəlinsin 10D bölünsün 2 vurulsun sayı 11. Yerinə qoyaq. Ya da belə eləyə bilərik. Bir dən baxın bura. Bacararsınız. 2 həftə qalıb imtihana.
Yuxarıdan 2-ni çıxardıb, aşağıdakı 2 ilə aparın. Nə qaldı mötərizədə? A1 plus 5 dənə D. Vurulsun 11. A1-in qiyməti 41-dir. D-nin qiyməti -4-dür. Onda 41 çıxılsın 20, vurulsun 11. 21-i 11-ə vuranda 231. Görün nə gözəl sual imiş. Aydındır? Tamam. 18 düz yazmışıq mı? İnanmıram aşağılar, çünki burada trigonometriya var. Qulaq asın mənə. Uşaqlar, tangens x üstəgəl kotangens x-i mən belə aça bilərəmmi? Sinus x bölünsün kosinus x. Üstə gəlinsin kosinus x bölünsün sinus x. Bərabər oldu 3-ə. Ortaq məxrəc eləsəm. Yazıram sinus x vurulsun kosinus x. Burası sinus kvadratı x. Burası da oldu nə? Kos kvadratı x. Bərabərdir 3. İndi bunun yuxarısı 1 verir axı bizə. Demək ki, nə tapdım? 1 bölünsün sinus x vur cos x-i. Tapdım 3. Bax, soruşulan ifadənin orta hissəsi hazırdır. Bura oldu 3. Bəs yaxşı, bu birinci ilə sonuncu necə açılır sizcə? Kvadratlar cəmini köməkçi açılışla açsam. Bax, bu tangens kvadratı üstəgəl kotangens kvadratının yerinə görə nə yazıram? Tangens x üstəgəlsin kotangens x-in kvadratı çıxılsın. 2 vurulsun tangens x və kotangens x. Tangens kotangens 1-dir. Bunun burası da 3-dür. 3-ün kvadratı 9. 2 də çıxanda oldu 7. Birinci ilə axırıncı 7, ortada -3-dür. Onda yekun cavabımız 7 çıx 3-dən olacaq 4. Aydındır. Nə çatmadı? Evet, çatdı. Və çırt eləyirsən. Yox, özüm səhv yazdıma gəldi. 19 düzdür. Uşaqlar, iki düz xəttin qarşılı vəziyyəti. Nə zaman perpendikular idi iki düz xətt? K-ların hasili, K1, K2 hasili nəyə bərabər olanda? -1-ə bərabər olanda. Bəs nə zaman paralel idi? K-lar bərabər, B-lər fərqli olanda. Nə zaman üstə düşürdü? K-lar da B-lər də bərabər olanda. Bəs nə zaman kəsişirdilər? Onda K-lar bir-birindən fərqli olmalıdır. İndi bunun K-sı nədir uşaqlar? -0.5. Yazıram. -0.5 vurulsun K2 bərabərdir 1. Onda K2 bərabərdir 1 bölünsün -0.5. Bu da nə verdi bizə? -2. Çatdı? Orada adi -0.5 kaydı. Nə deyirsən? Orada 0.5 var, ikinci 0. Hə. Orada 0 oldu. Ehtiyac yoxdur. Düz xətin bucaq əmsalını istəyir məndən. O B-dir. Hə, bura -1-dir. Hə, düz deyirsiniz. Bura -1, onda bura müsbət 2 olacaq. Davam edirik. 20 düzdür. 21 düzdür. 20 düzdürmü ki? Gör nə boyda burada loqaritma var. Buna bax uşaqlar, sətrin yarısını tutub. Düz yazmışsınız. Aydın Arxanım. Bəs niyə demirsiniz? Hə, ona görə demirsən. Yaxşı, bir ümid deyim. Baxın uşaqlar. 2-ni qaldırıram 3-ün qüvvətinə. 3-2, 9. Loqaritma 18-dən nə aldım? 9. Üstə gəlinsin. Loqaritma 18-dən 2, üstə gəlinsin 1. Buradakı bu 2-ni də qaldırıram 6-ın qüvvətinə. Nə oldu aşağılar? Loqaritma 18-dən 36 çıxılsın. Loqaritma 18-dən 2. İndi birinci ilə ikincini izləyin. Əsaslar eynidir, ortası toplamadır. Bunu vururam. Loqaritma 18-dən 18 eləyir. 18-dən 18. Üstə gəlinsin 1. İkincisinə fikir versəz, yenə əsaslar eynidir, ortası çıxmadı. Onda bunları böləcəyik. Loqaritma 18-dən 36-ı 2-yə böl. Bu da elədi 18. 18-dən 18-in qiyməti 1-dir. Onda birinci mötərizə 1 üstə gəl 1. İkinci mötərizədə 1 verdi. Yekun cavab oldu 2. Valla sadədir. Allah haqqı sadədir. 10 qaydalarına baxın.
Düşəndə də sadə düşəcək. Elə mövzular var ki, o mövzudan səhv gətirmə ehtimalınız olmamalıdır uşaqlar. 21. Düzdürmü? 22. Düzdürmü? Uşaqlar, 22 çox qarışıq görünür. Əslində bu imtahanın ən sadə sualıdır. Bir dənə qulaq asın. Belə bir kəsirli ifadə veriləndə neçə tam qiymət alır deyirdisə, nə iş görürdük? Tək-tək kəsirlərə bölürdük. Bunu keçmişdik həm natural ədədlər mövzusunda, həm də adi və onluq kəsirlər mövzusunda. Sentyabrda o həvəsli vaxtlarınız idi. 2-nin kubunu n-ə bölürük. Nə alınacaq? 2-nin kvadratı. Sonra çıxılsın 5n, üstə gəlinsin 12 bölə n. İndi uşaqlar, 2n kvadratı onsuz da tamdır. 5n bu da onsuz da tamdır. Qalır 12 böl n'in tam olması. Onda n bərabər olacaq 1, 2, 3, 6. Niyə 4 demədin Hidayət? Özün uçuruma gedirsən, biz də aparırsan. 6, 12. Bu arada uşaqlar, niyə ancaq müsbətlər yazdım? Normalda tam deyəndə mənfilərdə yazıldıq axı. Şərtdə deyib ki, n nədir? Naturaldır. Eyni məntiqlə b-ni də sadələşdirək. Bölün görüm kəsirlərə. 3n'in kubu üstə gəlinsin 11-i çıxılsın 18 bölə n. İndi n bərabər olacaq. 1, 2, 3, 6 və 9 bir də 18. İndi uşaqlar, Venn diaqramında orta hissəyə, yəni kəskin hissəsinə nələr var? 1-lər var, 2-lər var, 3-lər var, bir də ortaq olan 6 var. Görə bildiniz. Demək ki, 2-ümüz 3-üymüş. 1, 2, 6-nı yazıb amma 3-ü yazmayın. İndi A-ya baxın uşaqlar. A-da P neçə olacaq? 12. Çünki ancaq 12 qalıb kənarda. N də olacaq 9. Toplayın bunları da. Cavabımız oldu 24. Aydın oldu. Tamam. 23. 23. Deyir ki, 11-ci sinif şagirdlərinin bir-birinə hədiyyə verməsi üçün 600 hədiyyə lazımdırsa, uşaqlar 600 hədiyyə lazımdır və bir-birinə hədiyyə verirlər. Məsələn, mən Hidayətə hədiyyə verdim, Hidayətə mənə hədiyyə verdi. Qarşılıqlı baş verirdisə hadisələr, onda bunu permutasiya ilə tapırdıq. Permutasiya n-dən 2 bərabərdir 600. N-dən 2-nin hesablanması. N vurulsun n çıx 1 bərabərdir 600. N də görünür ki, nəyə bərabərdir? 25. Bu arada n şagirdlərin sayıdır. Çatdı mı? Əgər permutasiya yazmazsa, çətin gələcəksə, nə edə bilərsiniz? Fərz edin ki, sinifdə 20 nəfər şagird var. O 20 nəfərin içərisində tutaq ki, mən də varam. Mən gedirəm mağazaya, hədiyyə alacaq. Mən gedir neçədən hədiyyə alacaq? 19 dənə. Hə də, özüm özümə niyə hədiyyə alım ki? Aydındır. Hidayət gedir neçə hədiyyə alacaq? O da 19. David, o da 19. Deməli, 20 nəfərimiz var, 20 nəfərik. Amma hər birimiz 19 dənə hədiyyə alırıq. Yəni, hər dəfəsində hər kəs özünü çıxır. Düstur nə oldu onda? N vurulsun, N çıxır. Ümumi hədiyyə də oldu, yəni 600. Görsün, sonu gəldi, eyni şeyə çıxdı yenə. Şagirdlərin sayını hədiyyələrə vurulmaq. Elə elədik də. Məsələn, bayaq 20 şagird idik. Hər birimiz gedib 19 dənə hədiyyə almışıq. Onda neçə hədiyyə alınıb? 380. Oldu. 24. Uşaqlar, sizə Bezu teoremi deyə bir teorem izah edirdim. Düzdür, əlinin yadında deyil. Bezu teoremi yadında deyil əlinin. Bezu teoremi deyirdi ki, çoxhədinin vuruqlarından birini sıfıra çevirənədə çoxhədinin özünü qalığa çevirir. Əgər qalıq varsa, qalxsız bölünürsə sıfıra çevirir. Onsuz da bir ədəd digərdə qalxsız bölünürsə qalıq nədir uşaqlar? 0. Aydındır? Deməli, x çıx 1-i sıfıra çevirən ədəd, yəni x bərabərdir 1. Bu çoxhədini nəyə çevirir dedim? Qalığa. X-dən yerinə 1 qoy, bərabər ilə qalığa. X-dən yerinə 1 qoy.
2 vur 1'in kubu 1. Üstə gəl 3 vur 1'in kvadratı 1. Çıxılsın 7 vur 1. Çıxılsın A bərabər oldu 3A. Buradan da hesablayıb A-nı neçə tapmaq olur? -5. Aydındır. Çox sadə. 25. Baxın mı buna da? Qala gəlin 25'ə də baxaq. Qəribə şəkil falan var burada. Bir silindrin ABC'də ox kəsiyi üçün CAD 45 dərəcədir. Uşaqlar, CAD 45 dərəcədirsə, bura 90 olduğundan yuxarısı da 45 olar, razıyıq. İndi uşaqlar, burada mərkəz var. Hündürlüyü bizə 2 veriblər. CD 2'dirsə, AD də 2'dir, razısınız. Bu o mərkəzdir deyə, bunun burası da 1, burası da nə olacaq? 1. Demək ki, radius nəyə bərabər oldu? 1'ə. Hündürlük nəyə bərabərdir? 2'yə. Silindrin yan səthinin sahəsini istəyir. Bu da hazır düstur idi. S yan bərabər idi. 2pi r vurulsun h. Bu da oldu. 2 vur pi. R'miz 1. H'miz da 2. Cavabımız da oldu 4pi. Aydın oldu mu? Tamam.